Günlərin bir günü bizim molla şələsini götürüb üz tutur meşəyə odun yığmağa. Meşə sərin, hava gözəl. Molla bir xeyli odun yığır, şələsini belinə vurub yavaş-yavaş kəndə qayıdır. Yolun kənarında, çayın qırağında bir dəstə uşaq oturubmuş. Ayaqlarını sallayıblar sərin suya, keyf edirlər. Uşaqlar uzaqdan mollanın ağır-ağır gəldiyini görüb bir-birinə göz vururlar. İşini biraz doluyaq günək. Başlayırlar hara həşir salmağa. Ay molla əmi, ay molla əmi, tez gəl, aman gürüdür. Molla bu səsküyü eşidib, elə bilir uşaqların başına bir iş gəlib. Belindəki o boyda ağır şələ ilə təynəfəs özünü yetirir bunların yanına. Nə olub babala, nə baş verib, niyə bağırırsınız? Uşaqların baş biləni yalandan ağlamsınaraq deyir. Ay molla əmi, başına dönüm, bizə bir kömək elə. Səhərdən oturmuşuq burada, ayaqlarımızı salmışıq suya. İndi bilmirik hansı ayaq hansımızındır. Ayaqlarımız bir-birinə elə qaraşıb ki, seçə bilmirik. Qalmışıq burada, evə gedə bilmirik. Sən müdrik adamsan, bir çarə qıl. Molla baxır uşaqlara, baxır suyun içindəki ayaqlara. Görür ki, bu uşaqlar bunu məzəyə tutub, doluyurlar. Bığaltı gülümsəyir. Fikirləşir ki, deməli belə. İndi mən sizin o qarışıq ayaqlarınızı elə açaram ki, üzün tutur uşaqlara. Yaxşı bala, oxmayın. Bu dəqiqə mən sizin müşkülünüzü həll edərəm. Ya Allah deyib, çırpır uşaqların ayaqlarına. Zərbə dəyən kimi su şappıldayır, uşaqlar vay dədə, yandım deyib, hərəsi bir tərəfə qaçır. Biri o yana, biri bu yana. Molla da əlində ağac, arxalarınca qışqırır. Nə oldu? İndi hərəniz öz ayağını tapdı mı, yoxsa yenə kömək lazımdır?